son zamanlar sosyal şəbəkələrdə, müxtəlif platformalarda, bizim paylaşımlarımızda gənclərə yararlı olmayan bir suallar rast gəlirik. Soruşurlar ki, müəllim, bu bizim nəyimizə lazım, harda istifadə edəcəyik, nəyə tətbiq edəcəyik kimi suallar. Düşünürəm ki, bu sualları verənlərin bir qismi riyaziyyatla birbaşa əlaqəsi olmayan insanlardır. Biraz da ileri geçsək, təhsildən kənar insanlar, təhsil almamış. İstisnalar ola bilər ki, təhsil almış, onda demək ki, yaxşı təhsil almayıb ki, belə suallar verir. Qaldı ki, gənclər üçün imtahan verəcəklər. Bunları anlamaq olar. Onlar hələ anlamır həyat nədir və neynirlər, bu çalışmaları eləyərkən nələr qazanırlar, onu anlamırlar. Ona görə deyir ki, məsələn, riyaziyyat biraz çətindir, riyaziyyatdır, fizikadır, kimyadır. Bunlar biraz uşaqların bir çoxu üçün çətin gəlir. Hansısa bir sual ona çətin gəlir, deyir, bu mənim nəyimə lazımdır, bu bizə harda lazım olacaq. İndi mən həmin o bizə harda lazım olacaq deyə sizə maraqlı bir həyatla bağlı bir məsələ izah edəcəm. Bir neçə gün bundan öncə bir şagird deyir ki, törəmə keçmişik, toxunanın tənliyini istəyirəm öyrədəm. Uşaq uzun turşudur, təzə gəlib, bir dost göndərib. Deyir ki, bu nə qədər qəlizdir, bunu mən öyrənəmərəm. Sonra da deyir ki, bu bizə harda lazım olacaq, niyə belə qəliz sual salırlar, biz bunu harda istifadə edəcəyik. Mən də ona söz verdim ki, mən də bu toxunanın tənliyi ilə əlaqəli, yəni törəmə ilə əlaqəli bir həyatla bağlı bir məsələ izah edəcəm və başa salacağım o sənin nəyinə lazımdır. İndi mən burada sizə bu parabolanın həyatda bizə harda lazım olduğunu riyazi izah edəcəm. Əvvəlcə deyim ki, dəyərli gənclər, siz bu yazılanlara fikir verməyin. Əslində, məsələn, tutaq ki, bu bizim yəni orta məktəb sistemindən kənar bir məsələ izah edəcəm. Sadəcə olaraq riyaziyyatla həyatda istifadə edilən bir işlərin əlaqəsini riyazi olaraq göstərəcəm. Amma tutaq ki, bir məsələdir, sənin üçün çətindir, başqası üçün asandır. Bu sənə lazım deyil, bir başqa birisinə, tutaq ki, elmlə məşğul olsa ona lazımdır. Amma anlamadığınız bir şey var, gəncsiniz, hələ başa düşmürsünüz. Bilməlisiniz ki, hansısa imtahanlarda, evdə dərs çalışanda, bir hazırlığa gedəndə çalışdığınız, həll elədiyiniz o çalışmalar var ki, onların cavabını tapmağa çalışırsınız. Çünki o cavablar sizə hansısa imtahanda, sınaqda müəyyən bir nəticə almaq üçün lazımdır. Gələcəyinizdə də o qiymətlərin, imtahanlarda olan o qiymətlərin təsiri var. Amma anlamadığınız daha bir şey var ki, bu çalışmaları həll edərkən, ta ki riyaziyyatdan olsun, fizikadan olsun, kimyadan olsun, bu çalışmaları həll edəcəksən, müəyyən riyazi qayda qanunlardan, fizika qanunlarından, kimyadan, hansısa düsturlardan istifadə edirsiniz. Bunları istifadə edərkən siz əslində düşünürsünüz, analiz aparırsınız və beləliklə siz özünüzdə əvəz olunmaz bir riyazi təfəkkür formalaşdırırsınız və sizin bundan hələ xəbəriniz yoxdur. Və bu təfəkkür formalaşdırda siz məntiqi araşdırma qabiliyyətiniz artır, analiz qabiliyyətiniz artır və gələcək həyatınızda, həyatınızın daha rahat yaşanması üçün, daha yaxşı yaşanması üçün bu sizə çox kömək olacaq. Məsələn, hər hansı bir məsələni gələcəkdə həyatınızda həll edərkən, bir çətin məsələyə düşəndə, bu riyazi təfəkkürünüz sizə kömək edəcək və siz o məsələləri bir strukturlaşdırıb, effektiv üsulla həll edəcəksiniz. Onda anlayacaqsınız ki, riyaziyyat nədir? Ona görə uşaqlar, bu bizim nəyimizə lazımdır sualı çox yanlışdır. Biləsiniz ki, hər tərəfimiz riyaziyyatdır. Hara baxırsan riyaziyyat. Biləsiniz ki, bu elm... Salam Elçin, sən də gəldin, gəl. Necəsən oğlum? Gəl buradadır. Söhbət edim sənlə, gənc kimi. Demək, dəyərli izləyicilər, biləsiniz ki, elm min illərdə inkişaf eləyə gəlir etsin. Demək, elmi inkişaf elətdirən düşünürlər ki, doğuşdan dahi doğmuş, nə bilim, istedadlı doğmuş insanlar inkişaf elətdir. Böyük əksəriyyət belədir. Amma
bu elmin inkişafında doğuştan dahi olmayan, istedadlı olmayan insanlar çalışkanlığı ilə elmdə müəyyən yeniliklər eləyirlər. Misal üçün, elə biri olub ki, təbiətdə olan bir hadisəni, bildiyi bir hadisədir, qeyri bir hadisə görüb və onu müşahidə edib, araşdırıb, sonra üstündə çox işləyərək o araşdırma zamanı elə bir yenilik edib ki, mükəmməl. İndi bu necə baş verir? Bir nömrəli səbəbi, bax, niyə sualıdır. Niyə?